Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsi cinayət iyerarxiyasında yüksək vəzifə tutduğu üçün qanuni oğru Merab Canqveladziyə qarşı cinayət işi açıb. Lentaz xəbər verir ki, Merab üçün qara zolaq mart ayında onu himayə edən, ona dəstək olan və düşmənlərini dəhşətə gətirən kiçik qardaşı Levanın Tbilisidə öldürülməsi ilə başlayıb. Cəmi 2 aydan sonra Merab 30'a yaxın tərəfdarını toplayıb və Levanın qətlində iştirak edənlərin hamısının öldürülməsini elan edib. Digər oğrular arasında bu xəbər spektizmlə qarşılanıb. Yaxın vaxtlarda Canqveladziyə beynəlxalq axtarışa veriləcək. Merabın daimi yaşadığı İtaliya hakimiyyətinin onu ekstradisiya etməsi ehtimalı azdır, amma realdır. Birincisi, Canqveladzinin İtaliya vətəndaşlığı yoxdur. İkincisi, İtaliya-Rusiya Daxili İşlər Nazirliyinin xətti ilə konstruktiv diyaloqun qurulduğu az sayılı ölkələrdən biridir. Qeyd edək ki, Merab və Levan Canqveladze qardaşları mərhum Azərbaycanlı kriminal lider Rövşən Lənkəranskinin yaxın adamları olublar. Lakin onlar Ded Xasanın qətlindən sonra Lənkəranskiyə dönük çıxıblar. Hətta iddialara görə Levan Moskva bazarlarına nəzarət uğrunda Lənkəranskini bıçaqlayıb.